Əmi oğlu, əmi qızı, xala qızı, dayı oğlu. Uzun illərdir ki, cəmiyyətimizdə bu cür evliliklər adi hal kimi qəbul olunurdu. Bəzən qanımız uyğundur, bəzən isə soyumuz ayrılmasın deyə əsaslandırılan bu münasibətlər elə bir çox problemlərin başlanğıcı olur. Müsahibim Elmira Nağıyeva deyir ki, onun valideynləri də yaxın qohum olsalar da ailə qurublar. Bunun ağrı acısını ailələri indi də yaşayır. Mənim elə öz bacım da, mən atamlanam, çünki bibi oğlu dayı qızıdırlar. Ona görə də bacım da o özün bildiribdir. Əqlində zəiflik var. Bütün bu kimi problemlər fonunda Azərbaycanda qohum evlilikləri artıq qanunla qadağan olunur. Məsələ ilə bağlı sakinlər arasında sorğu keçirdik. Görünən odur ki, bu məsələdə heç də bir mənalı fikir yoxdur. Qohum zaten qohumdur da, yəni nə ehtiyac var ki? Həm də uşaqlarda problemlər falan olur, qan uyumsuzluğu olur, belə şeylər. Hər halda problem yaradır da, olmasa daha yaxşıdır. Boş şeydir. Bu evlənmək nədir yəni? Qohumlarla evləniblər ömrü boyu. Hələ mən özüm. Biz olmuş hələ. Biri-birimizdən evlənmiş. Siz kimi almışsınız? Əmin nəvəsi. Atamın əmisi nəvəsi. Mütəxəssislər isə deyir ki, qohum evliliyi genetik baxımdan risklidir. Çünki yaxın qohumlar eyni xəstəlik genlərini daşıya bilərlər. Əgər ana və ata qohumdurlarsa və hər ikisi eyni xəstə genin daşıyıcısıdırsa, bu genlərin uşağa keçmə ehtimalını artırır. Belə halda uşağın xəstə doğulma ehtimalı 25%, daşıyıcı olma ehtimalı 50%, sağlam olma ehtimalı isə yalnız 25%-dir. Yəni hər 4 uşaqdan biri xəstə, ikisi daşıyıcı, biri isə tam sağlam ola bilər. Azərbaycan ümumiyyətlə bir neçə genetik xəstəliklərə görə dünyada endemik bir ölkə kimi tanınılıb. Ən də geniş yayılmış bizim xəstəliklərimizin biri talasemiya xəstəliyidir. Bir də qlukoza fosfat dehidrogenaza deyilən bir xəstəlik var. Çox vaxtı, yəni bu genin valideynlər daşıyıcıları olanda bu xəstəlik özünü biruzə vermir. Amma iki daşıyıcı ailə quranda onların, yəni talasemiya xəstəliyi uşağının doğulması riski çox yüksəkdir. Birincisi, qohum nigahda hamiləlik başa çatmır. Vaxtından əvvəl hamiləliyin sonlanması olur. İkinci bir tərəfdən bu riskli hamiləlikdir. Uşaq doğulanda onun xarici görkəmində, onun boyunda, buxununda, yəni alçaq boylu olurlar, bir qədər fərqli olurlar. Qohum nigahdan doğulan uşaqların 50%-dən artığında əqli cəhətdən problem olur. Qohum evliliyini qadağan edən qanun isə iyulun 1-dən qüvvəyə minir. Ailə Məcəlləsinə olunan dəyişikliklə 3-cü və 4-cü dərəcədən yaxın qohumlar arasında nigah münasibətləri qadağan edilir. Xala, dayı, bibi, əmi, oğul uşaqları da artıq bir-birindən ailə qura bilməzlər. Onu qeyd etməliyik ki, qanunverici orqan nəzərə alaraq kimsə daha əvvəl nişanlanmış ola bilər. Bu qanunun tətbiqini iyulun 1-dən 2025-ci ildən başladır. Yəni, faktiki olaraq iyulun 1-nə qədər həmin insanların vaxtı var ki, gəlsin rəsmi nigah münasibətlərinə daxil olsunlar. Amma bu tarixdən sonra artıq VAK orqanlarının, müvafiq icra hakimiyyəti orqanlarının həmin insanlar arasında nigah münasibətlərini rəsmiləşdirməyəcəklər. Millət vəkili Ceyhun Məmmədov isə deyir ki, bu məsələ ictimaiyyət arasında da uzun müddətli müzakirə olunur. Qohum evliliyi ilə bağlı qarşıya çıxan problemlər isə qanunvericilikdə dəyişiklik edilməsi ilə nəticələndi. O ki, qaldı bu qadağalardan sonra da bu kimi evliliklər qeydə alınacağı halda görüləcək tədbirlərə. Yəni, söhbət burada ondan gedir ki, əgər belə bir fakt aşkarlanarsa, artıq müvafiq qanunvericiliyə uyğun olaraq hüquq mühafizə orqanları tədbirlərə başlayacaqlar. Yəni, bununla bağlı tutaq ki, məlum oldu ki, hansısa bir bölgədə, hansısa ailədə, hansısa bir ailə və ya din xadimi bu addımı atıbsa, yəni bu inzibati qaydada burada nəzərdə tutulub ki, həm həbslə bağlı məsələlər var və eyni zamanda maliyyə vəsaiti ilə də bağlı məsələlər var və bu təbii ki, məhkəmə əsasında hüquq mühafizə orqanları tərəfindən həyata keçiriləcək bir addımdır və burada da əsas hədəf və məqsəd bu cür halların qarşısını alınmasıdır və gələcəkdə də bu cür hallara yol verilməməsidir. Mütəxəssislər hesab edir ki, qohum evliliyi təkcə fərdi deyil, gələcək nəsillərin sağlamlığı baxımından ciddi təhlükədir. Ona görə də maarifləndirmə ilə yanaşı hüquqi mexanizmlərin tətbiqi vacibdir. Çünki sağlam gələcəyin təməli elə sağlam ailədən başlayır.